Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda sizə qışa hazırlıq xiyar turşusunun hazırlanmasını təqdim edirəm. Bu xiyar turşusu xırçıltılı olur. Bir il qalsa belə suyu şəffaf qalır. Yeməklərinizin yanında dadlı, ləzzətli bir turşu süfrəyə təqdim etmək istəyirsinizsə, bu xiyar turşusu ən ideal seçimdir. Hazırlama qaydası sizin üçün maraqlıdırsa, buyurub videomu izləyə bilərsiniz. Xiyar turşusu hazırlamaq üçün belə tikanlı xiyarlardan götürüb təmiz-təmiz yuyandan sonra iki tərəf başlıq hissəsində kəsmişəm. Ən əsas məsələ xiyarların üstü təmiz yuyulmalıdır. İstifadə edəcəyim göyərtlər xren. Xreni də əvvəlcədən yumuşam, doğramışam. Toxumlu şüy çubuqları, onları da yaxşıca yumuşam, doğramışam. Sonra cəfəri istifadə edirəm. Cəfərini də təmizləyəndən sonra yaxşıca yumuşam. Dəfnə yarpağı, acı yaşıl bibər və sarımsaq. Xiyar turşusuna şəkər tozu və duz əlavə edərək hazırlayacağam. İndi hazırlamağa başlayıram. Xiyar turşusunu 3 litrlik ağzı rezvalı bankalarda hazırlayacağam. Hər dəfə turşu hazırlayanda qapağın təzəsindən istifadə edirəm ki, bankanın qapağı cip bağlansın. Bankaları əvvəlcədən yaxşıca yuyandan sonra qaynar su ilə steril etmişəm. İndi turşumuzu hazırlamağa başlayıram. Bankanın içərisinə əvvəlcə birinci qat cəfəri, hərəsindən biraz götürürəm. Biraz cəfəri, biraz xren yarpağı, xrenin çubuqlarından da istifadə edirəm. O da xiyarın xırçıltılı qalmasına kömək edir. Şüy toxumu, hər balona bir ədəd acı bibər istifadə edirəm. Acı bibər də böyük olduğuna görə ortadan iki hissəyə bölərək balona yerləşdirirəm. Əgər xiyar turşusunu acılı sevirsinizsə, onda acı bibəri artıq da istifadə edə bilərsiniz. Hər balona 3 ədəd dəfnə yarpağı, 2 diş sarımsaq yerləşdirirəm. Birinci qatı bu cür yığandan sonra üzərindən səliqə ilə yuyub hazırladığım xiyarları düzürəm. Balona bir qat bu cür xiyarları yığdım. Sonra xiyarların üzərindən yenə xren yarpağı, xren çubuğu, toxumlu şüy çubuğundan yığıram. Onların üzərindən yenə ikinci qat xiyarlardan yığıram. Xiyarları yığandan sonra onların da üzərindən biraz cəfəri yığıram bu cür. Ən sonda bir xörək qaşığı şəkər tozu əlavə edirəm. 2 xörək qaşığı da duz. Duzu da əlavə edəndən sonra qaynaya-qaynaya çaydandan suyu balonun üzərinə əlavə edirəm. Qazın üzərində də bir qazanda su qoymuşam, qaynayır. Balonu qaynayan suyun içərisinə yerləşdirəcəm qazana və 15 dəqiqə qaynadacağam.
Balona qaynar suyu əlavə edəndən sonra balonun qapağını boş bir şəkildə balonun ağzına yerləşdirib qaynar suyun içində 15 dəqiqə balonu qaynadıram. Sonra suyun içərisindən balonu çıxardıb bir xörək qaşığı uksus esensiya əlavə edərək balon qapağını bağlayıram. Balonu bu cür çevirərək yoxlayırıq. Hər tərəfindən hava keçmədiyinə tam əmin olandan sonra başı aşağı formada adyala bükülü şəkildə bir gün saxlayıram. Sonra turşunuzu qışa tam rahatlıqla saxlaya bilərsiniz. Videomu sona qədər izlədinizsə, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olsanız, bəyəndiyiniz videolarımı paylaşsanız sevinərdim. Yeni videolarda görüşmək ümidi ilə. Allaha əmanət olun. Süfrələriniz ruzili, bərəkətli, bol olsun inşallah.